Allah sevgisinin əlamətlərindən. Həqiqətən insanın Allahı daim zikr etməsi və hər halında Rəbbini qəlbi ilə, dili ilə və əzaları ilə zikr etsin. Həmçinin Allah sevgisinin digər əlamətlərindən Allahın sevdiyi şəxsləri sevməkdir. Buna görə də o, Allah Rəsulunu sallallahu aleyhi və səlləm sevər, raşidi xəlifələri və alimləri sevər. Həmçinin öz dövrdəki elm əhlini və salih əməl sahibi olan insanları sevməsidir. Allah Əzzə və Cəllə olan sevginin əlamətlərindən biri də insanın Allaha itayəti öz nəfsi istəklərindən üstün tutaraq yerinə yetirməsidir. Məsələn, müəzzin, "Hayya aləs-səlah", namaza gəlin deyə azan verir və o işini gücünü buraxır və namaza yönəlir. Çünki Allahın razı qaldığı şeyləri öz nəfsinin sevdiyi şeylərdən daha çox sevir. Allah sevgisinin əlamətləri çoxdur. Əgər insan Rəbbini sevərsə, uca Allah ona daha böyük bir sevgi ilə qarşılıq verər. Çünki Allah Teala qudsi hədisdə buyurmuşdu: "Kim mənə tərəf yeriyərək gələrsə, mən ona tərəf qaçaraq gələrəm."